Adı Qəşənglərdən biri uçurdanlardan biri budur. Niyə görə bağlıyırsınız? Niyə bağlamaq istəyirsiniz buranı? Ayrıca adam girməsin. Hacıyevlərin evi martın 27-si Melissa Group tikinti şirkəti tərəfindən dağıdılıb. Hadisə ilə bağlı görüntülər sosial mediada yayılandan sonra şirkətin rəhbəri və 2 əməkdaşının saxlandığı bildirilir. Bax, o kəndiri görürsən qızım. Bax, onu bağlayıram belimə. O kəndirdən tutub gəl, çünki nərdivan aldın, qazıb aparıb. Mən elə düşürəm, gedirəm, sayğacıma kartı yükləyirəm, sonra qalxıram yuxarı. Şikayətə baxılmır axı. Dəfələrlə elədiyimiz şikayətə. Ev için deyil, təhlükə qarşısın deyir, polis gəlmir haraya. Ev sakinləri danışırlar ki, bu ərazidə şirkətin iştirakı ilə baş verən ilk belə hadisə deyil. Şirkətlə Hacıyevlər arasındakı münasibətlər Melissa Group'un onlara təklif etdiyi məbləğin az olması ilə pozulub. Vurdu şüşə tərəfə, o oranı vuranda daş oradan bacımın əlinin üstünə düşdü. Mən də buradan çıxmaq istədim ki, heç olmasa çıxım, o yana qaçım. Şüşə doğru töküldü qolumun üstünə, qırılıb tökülən şüşələr. Doğradı qolumun üstünü. Düşdüm, getdim düz traktorun qabağına kimi, ay bala, anan yaşındayam, eləmə, etmə, ev içindəyik, öldürmə bizi. Gülə-gülə traktorun çalosunu qaldırdı, düz tutdu mənim başımın üstündə, əlində tutdu rıçağın üstündəki, vururam sənin başı. Həmin hadisə olan vaxtda da Melisa Parkın bütün işçiləri orada, bax maşının arxasında da yox, bax gördüyünüz maşınların. Qabağında yan-yana durub, hamısı bizə baxır. Hacıyevlər söyləyirlər ki, onların kommunal xəttlərini hər dəfə gəlib kəsirlər ki, məcbur olub evdən çıxsınlar. Mühafizənin rəisi vardı, adı yadımdan çıxdı. Söhrə müəllim. Deyib ki, könüllü verməyəsiz güclə eləyəcək bu cüra, ironiya ilə. Baxmayaraq ki, mən ona kömək elədim, qabaq tərəfdə aqrojeniya aldılar, bizim torpağı saldılar öz səfərlərinin içinə. Onu alandan sonra dedilər, evi səfərləməliyik. Onu da dedi, icazə verməyəsiz, güclə eləyəcək. Qanunla yox, güclə. Bunların bir dənə qanunu var, o da gücdür. MTK-nın nümayəndəsi Arzuman Murtuzayev martın 27-sində Xəzər TV-yə demişdi ki, işçilər evi səhvən söküblər, bilməyiblər ki, orada kimsə yaşayır. MTK nümayəndəsinin iddiasına görə ev sahibi onlardan bazar qiymətlərindən qat-qat artıq kompensasiya istəyib. Ev sahibləri isə 2 milyon məsələsini təkzib eləyiblər. Azərbaycanda vətəndaşların mülkiyyət hüququ Azərbaycan Respublikası mülkiyyət haqqında qanuna əsasən qorunur. Qanunda hər kəsin mülkiyyət hüququnun toxunulmaz olduğu göstərilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə sözgedən ərazidə söküntü işləri müvafiq icazə olmadan aparılıb.